Salam, axşamınız xeyir olsun. Günah TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. BMT Güney Azərbaycanla bağlı hesabat hazırladı. Təhlükəsizlik məmurları Təbrizli xanım fəalın evinə hücum etdi. Azərbaycan-Ermənistan sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşdı. Biz Güney Qafqazda sülh qurmalıyıq. Prezident İlham Əliyevdən açıqlama. PKK terror təşkilatının Suriyadakı siyasi qanadı bildirib, Türkiyə ilə düşmənçilik istəmirik. İndi isə daha ətraflı. BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato, İran hökumətinin Güney Azərbaycanda insan haqları fəallarına qarşı repressiyaları və ətraf mühit problemləri ilə bağlı yeni hesabat hazırlayıb. Azərbaycan əyalətlərində insan haqları, ətraf mühit və mədəni fəallara qarşı təzyiqlərin artdığını qeyd edən May Sato, 8 Azərbaycanlı fəalın özbaşına həbs edilərək Tehranın evin həbsxanasında çaxlanılmasını pisləyib. Hesabatda bildirilib, hökumətin yanlış idarəçiliyi nəticəsində yaranan ekoloji böhranlar, o cümlədən quraqlıq, çirklənmə və Urmiya gölünün quruması iqtisadi problemləri ağırlaşdırıb. Azərbaycanlıların məcburi köçünü daha da sürətləndirib. May Sato insan haqlarının vəziyyəti ilə bağlı yerindəcə araşdırma aparmaq üçün İrana səfər etmək üçün çoxlu müraciətlər etdiyini, ancaq bu müraciətlərin cavabsız qaldığını qeyd edib. Gələn həftə BMT-nin İnsan Haqları Şurasının iclasında nəzərdən keçirilməsi planlaşdırılan bu hesabatda BMT beynəlxalq ictimaiyyətdən İranda vətəndaş və siyasi azadlıqların boğulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Bugün səhər saatlarında təhlükəsizlik məmurları Təbrizdə yaşayan ictimai fəal Sima Əlipurun evinə hücum edib, axtarış aparıb və onun mobil telefonunu müsadirə ediblər. Məlumata görə məmurlar ondan martın 17-sinə kimi Sepahın Təbrizdəki kəşfiyyat bölməsinə getməsini tələb ediblər. Bundan əvvəl Sepahın təhlükəsizlik bölməsi Sima Əlipura zəng edərək dindirilmək üçün onu bölməyə çağırsa da, fəal bunun qanunsuz olduğunu deyib və getməkdən imtina edib. Qeyd edək ki, Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər. Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Ceyhun Bayramov bildirib, mətn üzrə işlər yekunlaşıb. Sonraki mərhələdə artıq Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir. Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi. Xocalı soyqırımında 613 insan, 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilib. Lakin biz gələcəyə baxmalıyıq. Bu sözləri Prezident İlham Əliyev 12-ci Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. Biz Güney Qafqazda sülh qurmalıyıq deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində həmin sülh müqaviləsinin müəllifidir. Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə deyib. Nikol Paşinyan bildirib, yeni konstitusiya üçün təklif etdiyim teziş geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə real Ermənistan ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağı inkar etmək mümkün deyil. Qeyd edək ki, bu qanunvericilik altında Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün Bakı dəfələrlə Ermənistana konstitusiyasında dəyişiklik etməliyin vacibliyini vurğulayıb. Amerika yeni qaydalar yaradır və təlqin edir. Rusiyanın öz bölgəsində fəaliyyəti Avropa Birliyinin təhlükəsizliyinə təsir edir. Bunu 12-ci Qlobal Bakı Forumu çərçivəsində keçirilən tədbirdə Türkiyənin sabiq Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib. Mövlud Çavuşoğlu bildirib, 2-ci Dünya müharibəsindən sonraki düzən tam başa çatmayıb. Biz etiraf etməliyik ki, yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq biz düşünürük ki, biz Rusiya Amerikadan daha çox Çin-Amerika rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər ortaya çıxıb, yeni güclər çalışır ki, yeni qlobal düzəni dəyişsinlər. Bu məsələlər qərb tərəfindən başa düşülməlidir. Qlobal cənub meydana çıxıb, amma onlar qlobal qərbi təhdid edə bilməz. Çavuşoğlu qeyd edib ki, qərb heç bir müharibənin, münaqişənin qarşısını ala bilməyib. Bizdən əvvəlki sistem hələlik tam dağılmayıb, amma biz hamının iştirak etdiyi yeni sistemi ortaya çıxarmalıyıq.
başlamalıyıq. Biz yeni dünyada münasibətlərin dəyişməliyik. Münasibətlər rəqabət əsaslı olmamalıdır. PKK terror təşkilatının Suriyadakı siyasi qanadı P7 rəhbəri Salih Müslüm Dəməşqlə son razılaşmanı şərh edərkən bildirib. Muxtariyyət və ya başqa bir dövlət qurmaq istəmirik. Türkiyə ilə düşmənçiliklə bir yerə gedib çatmayacağımıza inanırıq. Müslüm bildirib, uzun müddətdir Şara hökuməti ilə danışıqlar aparırıq. Amerika və ya başqa bir ölkənin göstərişi ilə masa arxasında oturmamışıq. Biz heç kimin daxili quruluşumuza və yekun qərarlarımıza qarışmasına imkan vermirik. Tezliklə Suriyanın şimal-şərqindən çəkilmə qərarı verə bilərik. Planlarımızı Amerika və ya başqalarına əsaslanaraq qurmuruq. Açığı, Trumpa o qədər də inanmırıq. Ancaq bu o demək deyil ki, dostlarımızla heç nə barədə məsləhətləşmirik. PYD rəhbəri PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın ləğvi ilə bağlı çağırışına əməl ediləcəklərini də açıqlayıb. O qeyd edib ki, ilk növbədə Yaxın Şərq bu sülh prosesindən güclü şəkildə təsirlənəcək. Türkiyə ilə düşmənçiliklə harasa gedə biləcəyimizi inanmırıq. Türklər bizim qonşumuz və dost xalqdır. Başqa bir dövlət qurmaq niyyətində deyilik. Suriyada demokratik iştirak çərçivəsində var olmaq üçün bu addımı atdıq. Türkiyə və Suriya xalqının bir parçası olmaq, qardaşlıq sülhü içində yaşamaq istəyirik. Suriyada muxtariyyət tələb etmirik. Heç bir siyasi ilkin şərti irəli sürmürük. Biz sadəcə bərabərlik əsasında ədalətli idarə etmək istəyirik. Finlandiya və Ukrayna müdafiə sahəsində ikitərəfli əməkdaşlıq barədə memorandum imzalayıblar. Finlandiya Müdafiə Nazirliyi qeyd edib ki, ikitərəfli razılaşmanın məqsədi müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Daha yaxın əməkdaşlıq sahələri arasında müdafiə materialları, informasiya mübadiləsi, tədqiqat və innovasiya sahəsində fəaliyyət, hərbi sursat istehsalı və Finlandiya ilə Ukraynada müdafiə ilə bağlı layihələr yer alır. Sonda əsas xəbər başlıqlarına bir daha nəzər salaq. BMT Güney Azərbaycanla bağlı hesabat hazırladı. Təhlükəsizlik məmurları Təbrizli xanım fəalın evinə hücum etdi. Azərbaycan-Ermənistan sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşdı. Biz Güney Qafqazda sülh qurmalıyıq. Prezident İlham Əliyevdən açıqlama. PKK terror təşkilatının Suriyadakı siyasi qanadı bildirib, Türkiyə ilə düşmənçilik istəmirik. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidilə salamat qalın.